Mərhəmətli və bağışlayan Allahın adıyla. Nəhcül bəlağa. İman 4 dirək üzərində möhkəmlənib. Səbr və dözümlülük, yəqinlik və inam, ədalət və insaf, cihad və çalışqanlıq. Səbr 4 növdür. Arzu, qorxu, pərhizkarlıq və intizar çəkmə. Buna görə də cənnət arzusu olan kəs, nəfsi istəkləri unudar və onlara göz yumar. Dünyada pərhizkar olan kəs, qəm-qüssəni yüngül sayar. Ölüm intizarında olan kəs, yaxşı və xeyrxalq işlərə tələsər. Yəqin də 4 növdür. Zirəkcəsinə göz açıqlıq, həqiqətlərə çatmaq, başqalarından ibrət götürmək və keçmişlərin yolu. Zirəkcəsinə göz açıq olana düz yol aşkar olar. Hikmət və düz yol aşkar olan kimsə, müxtəlif hadisələrdən ibrət götürməyi öyrənər. İbrət götürməyi öyrənən kəs, keçmişlərin arasında olmuş şəxsə bənziyir. Ədalət də 4 növdür. Düzgün anlamaq üçün diqqətlilik, elmin həqiqətinə çatmaq, yaxşı hökm çıxarmaq və dözümlülüyü möhkəm saxlamaq. Buna görə də şəxs diqqət edərək düzgün başa düşsə, elmin həqiqətini əldə edər. Elmin həqiqətini əldə edən kəs, din qaydaları əsasında hökm çıxarar. Səbirli və dözümlü olan kəs isə öz işində səhlənkarlıq etməz və xalq arasında yaxşı adla yaşayar. Cihad da 4 növdür. Yaxşılıqlara əmr etmək, pisliklərdən çəkindirmək, danışıqda düzlük və pis əməl sahibləri ilə düşmənçilik. Beləliklə, hər kim yaxşı işlərə əmr etsə, möminlərə qoşularaq onları gücləndirib. Pis işləri qadağan edən kəs, münafiq və ikiyüzlülərin burunlarını torpağa sürtüb. Danışığında düz olan kəs, boynunda olan şeyi yerinə yetirib. Kim pis əməl sahibləri ilə düşmənçilik etsə və Allaha görə qəzəblənsə, Allah da ona görə qəzəblənər və qiyamət günü onu şad edər. Küfür də 4 sütun üzərində dayanıb. Dərinə getmək, inatkarlıq və çəkişmə etmək, haqdan əl çəkmək, düşmənçilik və haqqa tabe olmamaq. Dərinə gedən kəs düz yola ayaq basmayıb. Nadanlıq üzündən çox inatkarlıq göstərib, çəkişməyə düşən şəxsin haqqa qarşı kör olması həmişəlikdir. Haqdan əl götürən şəxsin yanında yaxşılıq pislik, pislik isə yaxşılıq olar və o, azğınlıq sərxoşluğu ilə məst olar. Düşmənçilik edərək, haqqa tabe olmayan kəsin yolları çətinləşər, işi ağırlaşar və çıxmaq yolu daralar. Şək də 4 növdür. Söz güləşdirmək, qorxmaq, sərgərdanlıq və təslim olmaq. Mübahisə və söz güləşdirməyi özünün adəti etmiş kəsin gecəsi gündüz olmaz. Qarşısındakı şeyin qorxutduğu kəs arxaya qaydar. Kim şübhə içərisində avara və sərkərdan qalsa, şeytanların ayaqları onu tapdaq edər. Dünya və axirəti məhv etməyə təslim olan kəs, dünya və axirətdə məhv olar. Dünya əhli yuxuda olduğu halda aparılan karvan kimidir. Dostları əldən vermək qürbətdir. Azı bağışlamaqdan utanma, çünki ümidsiz qoymaq ondan da azdır. İffət, yoxsul və kasıbın zinət və bəzəyi, şükür etmək isə varlının yaraşığıdır.